Kamil Qasımov, tarix müəllimi. Bu videonu çəkməkdə məqsədim odur ki, sizə bir neçə məlumat vermək istəyirəm. Bundan sonra sosial şəbəkələrdə, YouTube, Instagram, TikTokda tarixlə bağlı dərslər paylaşacaq, sınaqlar, testlər və yaxud qəbul testləri paylaşacaq. Məqsədim odur ki, sizə kömək etmək, imtahanlarda sizə dəstək olmaq ki, inşallah nəticələrimizi daha da yaxşı etməkdir. Və həmən sosial şəbəkədə izləyib, bizi daha sonra izləyib faydalana bilərsiniz. Ekranda görürsünüz Instagram səhifəsini, YouTube səhifəsini və bu səhifələrdən bizi izləyib, dərslərimizi izləyib, daha da bilginizi təkmilləşdirə bilərsiniz. Daha çox, belə deyim ki, paylaşma nə ilə bağlı olacaq? Daha çox o bildiyim çətin, ağır mövzular paylaşacaq. Daha çox yadda qalmayan, oxşarlıqlar, fərqliliklər və yaxud bunlar izah olunacaq, dərs şəkildə izah olunacaq və oradan baxıb, oradan yəni izləyib, daha da bildiyiniz mövzuda daha təşkilləşdirib, daha da yadda saxlayıb, imtahanları tətbiq edib, istədiyiniz bağlı nəticəni inşallah əldə edə bilərsiniz. Yəni tarixlə bağlı olan digər sualları da sosial şəbəkələrdə yaza bilərsiniz və oradan təbii ki, dəyərləndirib, inşallah sizə faydalı olmağa çalışacaq. Yəni burada əsas təbii ki, dərs olmayıb, test olacaq əlbəttə ki, dərslə əvvəl sınaqlar da, qəbul testləri də, əvvəlki ilə qəbul testləri olsun, OTK-nın, Dövlət İmtahan Mərkəzinin sınaqları paylaşılacaq və oradan da izləyə bilərsiniz. Yəni, sonra xəritə suallar üzərində izahlar olacaq və ən üçüncü qrupların belə deyək ki, ən ağırlı yeridir. O xəritə üzərindən də həm Azərbaycan xəritəsi, həm milli xəritəsi üzərindən də ölçüləri izah olunacaq və oradan da baxıb xəritəyə aid olan məsələn deyək ki, problemlərinizi inşallah həll edə bilərsiniz. Sosial şəbəkədə qalın, izləyin, faydalanın. Bildiyimiz kimi 24 may qəbul imtahanı yaxınlaşır və imtahan üçün, yəni təbii ki, 24 maya qədər olmayacaq, il boyu davam edəcək, dərslər paylaşacaq, həftədə 3 dəfə, 2 dəfə, 4 dəfə və s. Və bu dərslərimizin məqsədimiz odur ki, sizə dəstək olmaq. Sınaqlar paylaşılacaq, ekranda əlaqə nömrəsi görürsünüz və həmən nömrəni əlaqə saxlayıb məlumatlar ala bilərsiniz. Konspektlər paylaşacaq və yaxud növbəti dərslərdə daha çox imtahanda nələrdən düşəcək, onunla bağlı ətraflı məlumatlar veriləcək. İnşallah baxın, faydalanın və inşallah sizə bir dəstəyimiz, yəni köməyimiz dəysin və imtahanda yaxşı nəticələr əldə edək. Və onu da xatırlatmaq istəyirəm ki, 2026-2027-ci il yeni tədris ilinə qeydiyyatımız başlamışdır artıq. Qeydiyyatı artıq düşə bilərsiniz. Həm 9, həm 10, həm 11 siniflər artıq növbəti tədris ilinə qeydiyyatımız başlamışdır. Hər birinizə uğurlar diləyirəm. Bu ilki 11-lərə, məzunlara hər birinə uğurlar olsun. İnşallah istədiyiniz nəticəni əldə edərsiniz. İnşallah istədiyiniz universitetə daxil olarsınız. Həm valideynləriniz, həm də sizdə, həm də bizlərdə sevinərik. Növbəti videolarda görüşənlər, sağ olun.